Dubayda elə bir yer tapmışam ki, vallah şokdayam. Hazırda Atlantic The Royal daxilində gastronomi restoranındayam. Qiymətlər düzdür, biraz dodağı çuxluyur, amma məncə dəyər. Sonda qiyməti də deyəcəm. Burada bildiyin hər ölkənin mətbəxi var. Steyklərdən tutmuş lobsterlərə, pizzalardan tutmuş suşilərə qədər nə desəm var. Bir tərəfdə yeməklər gözünün qabağında hazırlanır, bir tərəfdə inanılmaz desertlər. Atmosfer də ayrı leveldir. İnsanlar bura sadəcə yemək yeməyə yox, o luxury Dubai vibe-ını yaşamağa gəlirlər. Yeməyimizi yedik, gəldik, qəşəng-qəşəng desertlər yedik. Desertləri isə söz ola bilməz. Bir tərəfdə şokolad fondyu, bir tərəfdə təzə hazırlanmış desertlər. Dedi, şokoladlı popcorn nəsə. Sən şokoladlı tort götürəm. Yerim yoxdur xoşum. Bəsimdir mənə. Bu arada adam başı təxminən 400 dirhəmdir.